Gəlin 10-cu əsrin dərinliklərinə enək. Mistik Həllacı Mənsurun Allahı anlamaq üçün istifadə etdiyi metaforaları araşdıraq. Onu məşhur edən cəmi 2 kəlmə oldu. Amma bu sözlər onun həyatına son qoyan dərin bir mənanı daşıyırdı. Qalin, bunun üçün sözün hərfi mənasından kənara çıxaq. O dərin, məcazi dünyanı birlikdə anlayaq. Həllacın fəlsəfəsi əslində bir gərginlik üzərində qurulub. Allahın insanla münasibətinin 2 fərqli tərəfi. O, Allahı həm aşıqın, yəni bizdən tamamilə kənar, həm də içkin, yəni lap içimizdə təsvir edirdi. Bax, bu çox güclü bir metafordur. Allah bizə öz canımızdan, şah damarımızdan belə daha yaxındır. Amma bir dəqiqə. Həllac bu yaxınlığın fiziki bir birləşmə olmadığını çox aydın şəkildə deyirdi. O, hülul fikrini, yəni Allahın insan bədənində təcəssüm etməsini qətiyyətlə rədd edirdi. Həllaca görə Allah mütləq şəkildə aşkındır. Yəni, ilahi olanla bəşəri olan heç vaxt bir-birinə qarışa bilməz. Yaxşı, bəs Allah bizdən ayrıdırsa, ona necə çatmaq olar? Həllacın bunun üçün də çox sadə bir metaforası var idi. Deyirdi ki, bu səyahət cəmi 2 addımdan ibarətdir. Bir addım bu dünyadan, o biri addım isə o biri dünyadan uzaqlaşmaq. Təbii ki, bu fiziki bir səyahət deyil. Bu, insanın öz egosunu və arzularını tamamilə təslim etməsidir. Bu da bizi yenidən ənəl-həq ifadəsinə qaytarır. Bəlkə də bu, bir ilahlıq iddiası deyildi, sonraki mütəfəkkirlər elə düşünürdü. Baxın, Firon mən deyəndə ancaq özünü görürdü. Həllac mən deyəndə isə Allahdan başqa heç nə görmürdü. Böyük filosof Qəzali deyirdi ki, Həllacın mənliyi o qədər yox olub ki, danışan artıq o deyil, Allahın özüdür. Rumi isə bunu əla izah edir. Mən qulamam demək, 2 varlıq deməkdir. Ənəl-həq isə təkcə Allahı təsdiq edir. Onun bədənini yox etdilər, küllərini çaya səpdilər. Amma o güclü metaforaları, onlar ölümsüzləşdi. Əsrlər boyu onun sözləri Rumidən tutmuş müasir filosoflara qədər bütün İslam dünyasına ilham verdi. Fikirləri o qədər yayıldı ki, sanki onun dediyi həqiqət hər yerdə, hər kəsdə tapıla bilərdi. Həllacın mirası onu göstərir ki, güclü metaforalarla deyilən bəzi fikirlər deyəsən heç vaxt ölmür.